2018-ci il iyulun 19-da Daxili İşlər Nazirliyi məlumat yayıb ki, gecə saat 1 radələrində Hökməli qəsəbəsi Atyalı masivində yaşayan Fərid Qurbanov kəsilmiş-dəşilmiş xəsarətlə Respublika Klinik Xəstəxanasına çatdırılıb və orada vəfat edib. Abşeron rayon polis idarəsi əməkdaşlarının təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Qurbanovu dəşici alətlə qətlə yetirməkdə şübhəli bilinən Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları saxlanılaraq istintaqa təhvil veriliblər. ...2018-ci il iyulun 19-na keçən gecə Respublika Klinik Xəstəxanasından Abşeron rayon polis idarəsinə İnzibati ərazidən kəsilmiş-dəşilmiş xəsarətlə 24 yaşlı Fərid Qurbanovun daxil olması və orada ölməsi barədə məlumat verilib. Bununla əlaqədar polis əməkdaşları əvvəl xəstəxanaya, sonra isə hadisənin baş verdiyi Atyalı yaşayış masivinə yollanıblar. Rayon prokurorluğu əməkdaşları və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Qan nümunələri, habelə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Həmçinin məlum olub ki, baş vermiş kütləvi dava küçədəki obyektlərdən birinin müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb. Abşeron rayon prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb. Təyin olunan məhkəmə tibbi ekspertizasının rəyinə görə Fərid Qurbanovun ölümünə sol sağrı arteriyasını və onu müşahidə edən venaların yaralanmasından inkişaf edən kəskin qan itirmə səbəb olub. Baxış zamanı Ramazan Qurbanova məxsus Deyva markalı ağ rəngli avtomobilin qabaq sol işıq farasında, ön hissədə kapotun üzərində, arxa sol qapıda və arxa oturacaqda qan ləkələri aşkar edilib. Eldar Orucova məxsus Mercedes markalı avtomobilin hər iki yan güzgüləri və arxa işıq farası sınıb. Sağ arxa qapısının üzərində cızıqlar müşahidə edilib. Şübhəli şəxs qismində su şirkətində qrup rəhbəri işləyən 27 yaşlı Fəxri Şahbazlı saxlanılıb. O əvvəllər məhkum olunmayıb. Ağdam rayonunda qeydiyyatda olmaqla faktiki Bakı şəhəri Cəmşid Naxçıvanski küçəsi 56 ünvanında yaşayıb. İstintaqla müəyyən edilib ki, Fəxri Şahbazlı nəzarətçi işlədiyi su filtrləri şirkətinin əməkdaşları Misir Abdullayev, Aras Heydərov, Ərşad İsayev, Zamiq Quliyev, Nurlana Hüseynova və Alfiyə Hüseynova ilə birlikdə filtrlərin reklamı və satışının təmin edilməsi ilə əlaqədar 2018-ci il iyulun 18-i saat 23 radələrində Hökməli qəsəbəsi Atyalı masivində olarkən orada yaşayan Güləhməd Əhmədov, Namiq Qurbanov və Fərid Qurbanov əsaslı səbəb olmadan onlara söz atması ilə əlaqədar aralarında mübahisə yaranıb. Qəsəbə sakinlərinə qoşulmuş Nurlan Qurbanov və Seymur Babayev tərəfindən xuliqanlıq əməllərinə yol verilməklə ona, habelə iş yoldaşlarına dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirilib. Fəxri Şahbazlı dəşici kəsici xassiyyə malik alətlə üzərinə gələn Fərid Qurbanovun sol ayaq nahiyəsinə qəsdən bir zərbə vurub. Zərər çəkmiş hadisə yerində olan şəxslərin köməkliyi ilə Respublika Klinik Xəstəxanasına çatdırılsa da, ixtisaslı tibbi yardımlara baxmayaraq həmin gecə vəfat edib. İş üzrə dindirilmiş Fəxri Şahbazlı bildirib ki, iyulun 18-i saat 18 radələrində rəhbərlik etdiyi qrupda olan Nurlana Hüseynova, Türkan Tağızadə, Misir Abdullayev, Aras Heydərov, Ərşad İsayev və Zamiq Quliyevlə Mercedes markalı mikroavtobusla su filtrlərinin satışının və reklamının təmin edilməsi üçün Atyalı yaşayış masivinə gediblər. Təxminən saat 21-ədək o, Misir, Araz və Zamiq ərazidə olublar. Qızlar işlərini bitirib mağazadan maşına doğru gedərkən Fəxri onlardan 15 metr arxada olub. Sol tərəfdə dayanmış oğlanlar qızlara "Bunlar şəhər uşaqlarıdır, elə bil Targovuda gəzirlər" deyə söz atıblar. Qızlar avtomobilə oturanda Ərşad və sürücü Eldar maşında olub. Birazdan digər işçilər də yanlarına gəliblər. Qızlara söz atan şəxslərdən 2 nəfər yaxınlaşıb su filtrlərinin qiyməti ilə maraqlanıblar. Fəxri də onları maşının arxasına dəvət edib, bagajı açıb.
filtrlərin qutusunu göstərib. Bir filtrin qiymətinin 1499 manat təşkil etdiyini söyləyib. Cavab olaraq həmin oğlanlar onların cəmaatı aldatdıqlarını bildiriblər. Sonra ağ köynəkdə və cins şalvarda olan uca boylu oğlan dostlarına onlarla işiniz olmasın, uşaqdılar, imkan verin getsinlər deyəndə Fəxri bu kəndə qonaq gəldiklərini bildirib. Nəyə görə qızlara söz atdıqlarını soruşub. Sual arıq oğlanın xoşuna gəlmədiyi üçün o sərt cavab qaytarıb. Digər şəxslər oğlan əməkdaşlarının üstünə gəlib. Fəxri ilə sözləşən qəsəbə sakini Misir Abdullayevin sifətinə yumruqla zərbə vurandan sonra geri çəkilib və əlini belinə atıb bıçaq çıxarıb. Möhkəm dava-dalaş baş verib. Qızlar həyəcandan ağlamağa və qışqırmağa başlayıblar. Qəsəbədə olan cavan uşaqların sayının çoxaldığını və işçilərin hər birinin üstünə 4-5 nəfərin düşüb döydüklərini görüb. Sürücü avtomobildən düşərək dava edənləri aralamağa çalışıb. Diqqətini qızların qışqırığı cəlb edib. Çevriləndə kök oğlanın avtomobilin içinə Zamiq Quliyevi itələyib, onu və qızları vurduğunu, Araz Heydarovun həmin oğlanı tutub kənara dartdığını görüb. Qızlara heç bir halda düşməməyi, oğlanlara isə maşına oturub təzliklə uzaqlaşmaq lazım olduğunu deyib. Sərnişin qapısının yanında sarı qulplu, uzunluğu təxminən 12 sm olan vintaçanı götürərək özünü müdafiə etmək üçün sağa-sola hərəkətlər edib. Üstünə gələn 2 nəfər yenidən onu döyməyə başlayıb. Bir anlıq sol əlinin işləmədiyini və barmaqlarını hərəkətə gətirə bilmədiyini hiss edib. Sonra Arazın halsız vəziyyətdə yerdə uzandığını görüb, onu qucağına götürüb maşına aparıb. Hamını birtəhər avtomobilə yığıb. Özü də oturmaq istəyəndə kimsə qapıya təpiy vurub. Şüşə açıq olduğundan bir nəfər pəncərədən içəriyə əl atıb köynəyini cırıb. Sürücü mühərriki işə salıb. Onlar qəsəbənin çıxışına doğru gediblər. Avtomobilin sağ yan güzgüsü qoparılıb və naqilindən sallanıb. Bundan başqa sağ yan pəncərəsinin şüşəsini saxlayan mexanizmini kimsə dartıb zədələyib. Atılmış daş parçalarından avtomobildə batıq izləri əmələ gəlib. İçkili olanda bizə sataşırdılar, bir balaca, bir 15-20 dəqiqə sataşdılar, respiracımızı almadı. Sonra yaxınlaşdılar bizə tərəf, qızlara nolaq, söz, belə. Birinci bizi vurdular, həmin banda dava düşdü. Elə biz güc balı ilə canımızı götürüb çıxmağa çalışdıq. Təxminən 100 metr hərəkət etdikdən sonra Fəxri həmkarlarına dava edənlərin birini əlində olan vintaçanla vurduğunu deyib. Çünki alət qanlı olub. Əsas yola çıxanda şəxsi telefonu ilə rəhbərliyə zəng edib hadisə barədə məlumat verib və müdir ona Xətai metrosunun arxasına gəlmələrini deyib. Artıq Hökməli qəsəbəsini keçəndən sonra ağ rəngli sedan minik avtomobilinin yüksək sürətlə onlara çatmasını görüb. Sol tərəfdəki güzgüyə möhkəm zərbə dəyəndə güzgü yerindən qopub. Həmin nəqliyyat vasitəsi onların avtomobilini ötüb keçib. Atverk görmüşdüm, balaca, hardasa 10-12 sm dəyərində olardı. Belə atverk idi, götdüm, əlimin biri yox idi, qırıq idi, sağ əlimlə. Uşaqları maşına yığdım, özüm oturmağa çalışanda tək qaldım. Həmin anda başladım atverk ilə yaxınlaşmamaqdan ötəri özümü qorumağa. Yəni atverk kimə dəyib, necə dəyib bilmirəm. Fəxri Şahbazlı əlavə edib ki, dava zamanı şirkət işçilərinin heç birinin əlində hər hansı alət olmayıb. Görmə qabiliyyətində problemlər və qaranlıq olduğu üçün iştirakçılarının simalarını dəqiq xatırlamır. İki şəxsdən biri azca dolu, orta boylu, digəri isə arıq bədən quruluşlu olub. Sonradan qeyd etdiyi kimi onlara qoşulan üçüncü oğlan bel hissəsindən bıçaq çıxarıb. Bıçaq əlinin içində olduğu üçün onu tam təsvir edə bilmir. Kvadrat formasında alüminium rəngli neysə olub, lakin açıq vəziyyətdə olmayıb. Zərərçəkmiş şəxsin hüquqi varisi Fazil Qurbanov ifadəsində göstərib ki, iyulun 18-i saat 23 radələrində qardaşı oğlu Anar zəng edərək Fəridin küçədə dava etdiyini və həmin yerə gəlməsini deyib. Amma deyilən yerə çatanda artıq orada heç kəs olmayıb. Anarla yenidən əlaqə saxladıqda o Fəridi Respublika xəstəxanasına apardıqlarını söyləyib.
Xəstəxanaya çatanda oğlu reanimasiyada olub. Yanına keçəndə Fərid ciddi heç nə olmadığını bildirib. Orada ona məlum olub ki, ərazidə su filtrləri satan şirkətin işçiləri ilə baş verən davada oğlunu naməlum şəxs bıçaqla vurub. Fərid evin yeganə övladı olmaqla təbiətcə çox sakit, mehriban bir insan olub. Heç kimlə düşmənçiliyi və ədavəti olmayıb. Şahid Misir Abdullayev bildirib ki, su filtrləri şirkətində satış təmsilçisi işləyib. İyulun 18-də avtomaşınla filtrlərin reklamını və satışı ilə əlaqədar nəzarətçi vəzifəsində çalışan Fəxri Şahbazlı və digər əməkdaşlarla Atyalı masivinə gediblər. Yanacaq doldurma məntəqəsinin yaxınlığından keçən küçəyə daxil olub, təxminən saat 23-ədək həmin işlərin icrasını həyata keçiriblər. Tində oturan 3 nəfərdən biri, ağ köynəkli, dolu bədən quruluşlu oğlan, filtrlərin qiymətini soruşduqda Fəxri 1499 manat olduğunu bildirib. Həmin şəxs isə qiymətin niyə baha olmasını təəccüblü şəkildə soruşaraq ona lağ edib və hər iki gülərək onları ələ salmağa başlayıb. Yumruqla göz ətrafına zərbə endirən oğlanın təxminən 25-30 yaşı olub. Fəxri və Araz həmin şəxsi ondan kənara çəkmək istədikdə digər 2 nəfər üzərlərinə hücum ediblər. Səsküy yaranandan bir neçə dəqiqə sonra 10-12 nəfər küçənin o biri hissəsindən qaçaraq hadisə yerinə gəliblər və davaya qarışaraq Fəxri, Araz, Ərşad, Zamiq və onu döyməyə başlayıblar. Özünü müdafiə etməyə məqsədi ilə onları itələyib. Zamiqi maşının içərisində vurduqları vaxt qızlara da xəsarət yetiriblər. Birtəhər avtomobilə əyləşib, ərazidən uzaqlaşmağa çalışsalar da, hadisənin iştirakçıları ağ rəngli nəqliyyat vasitəsilə onları hökməli dairəsinə qədər təqib edərək 2 dəfə vurub sürücü tərəfdə olan sol yan güzgünü sındırıblar. Hadisədən sonra eşidib ki, davada iştirak etmiş bir nəfər ölüb. Küçədə kiminsə huşsuz uzanmasını və ya yerdə oturmasını, həmçinin iş yoldaşlarının əlində bıçaq görməyib. Zamiqi gözləyirik ki, namaz qılıb gəlsin. Həmin vaxtı 2 nəfər bizə yaxınlaşdı və söz müharibə başladı. Biz əlimizdən gəldiyi qədər çalışdıq ki, yola verək. Amma axırı əvvəl elə oldu ki, zərbə aldıq. Yumruq zərbəsini birinci mən aldım. Ondan sonra mən yumruq zərbəsi alandan sonra 3 nəfər oldu. Yəni təxmini 15-20 nəfər, mən tam görmədim nə qədər. Gözüm biri qaralmışdı. 15-20 nəfər təxminən oldu. Şahid Araz Heydərov bildirib ki, dava edənləri aralamaq istədikdə onu yerə yıxıb zərbələr endiriblər. Bundan sonra huşunu itirib və baş verənləri xatırlamır. Hadisə zamanı kiminsə bıçaqlandığını və iş yoldaşlarının əlində kəsici dəşici alət görməyib. Şəhərə qaydanda Fəxri sürücünün yanında əyləşib. Maşın böyük olduğundan qabaqda oturanların nədən danışdıqlarını eşitməyib. 2018-ci il iyunun 15-də Sabunçu rayonunun Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər yol patrul xidmətinin inspektoru Babək Qəmbərovu bıçaqlayıblar. Axtarışa başlamamışdan əvvəl mən sizə sual verirəm. Evdə hər hansı bir qanunsuz əşya varsa, könüllü sürətdə öz yerini göstərin. Narkotik maddəyə bənzəyir, o əlamətlərlə görə. Xəbərim var idi bundan. Qrup halında qəsdən adam öldürməyə cəhd və digər maddələrlə təqsirli bilinən Elçin İbrahimov və Elman Sadıqovun cinayət işi. Şahid Mirsəfər Səfərli bildirib ki, avtomobilə əyləşəndən sonra qəsəbə sakinləri sanki yenidən coşub Fəxri Şahbazını dartıb salondan çıxarmaq istəyiblər. Maşına minən Ərşad arxa sırada onun yanında sağ, Araz isə sol tərəfində oturub. Ərşadın köynəyi kürək nahiyəsindən cırılıb. Qapı bağlana-bağlana kimsə Misirə, həmçinin sürücü tərəfdən qapıya yumruq vurub. Şahid Coşqun Nəsirov bildirib ki, saat 22:50-də işlədiyi mağazadan çölə çıxıb və qarşıdakı marketdən üzü aşağı istiqamətdə Mercedes markalı avtomobilin yanında əməkdaşların, digər tərəfdə isə qəsəbədə yaşayan Güləhməd, Namiq və daha bir nəfərin dayandığını görüb. Yuxarıdan gələn Fərid Qurbanov yaxınlaşıb onlarla görüşüb. İçəri girib, növbəti dəfə çölə çıxanda Elturan adlı tanışı yuxarı tərəfdə dava düşdüyünü deyib ora qaçıb. O da biraz irəliyə gedib
yolun ortasında dayanıb mübahisəyə baxıb. Yerli uşaqlardan, davada iştirak edənlərdən Namiki və Fəridi xatırlayır. Dalaşdığı şəxslərdən biri saqqallı və qara rəngli geyimdə olub. Bu əlamətlərinə görə o yadında qalıb. Sonradan televizora baxanda bu hadisəyə görə tutulmuş saqqallı oğlanın Fəxri Şahbazlı olduğunu bilib. Avtomobilin sürücüsü olan yaşlı kişi dalaşanları ayırıb. Fərid maşının qabağında dayanan Fəxrinin üstünə gedib. Sonuncu əlindəki tiyəsi qara rəngli bıçağı sağa sola fırlatıb. Gözü qarşısında Qurbanovu arxa aşağı hissəsindən vurub. Yaralı yenidən üstünə getmək istəsə də birdən axsamağa başlayıb. Oradan üzü aşağı düşərək marketin qabağında yerə oturub. Bundan sonra mübahisə səngiyib və satışla məşğul olan uşaqlar tez maşına miniblər. Namik maşının yan güzgüsünü vurub sındırıb. Fəridi ağ rəngli Deyvo markalı maşına qoyub aparıblar. Ara sakitləşəndən sonra marketin qabağındakı qan ləkələrini su ilə yuyub. Gecə saat 1 radələrində hadisə yerinə polis əməkdaşları gəlib. Marketin qabağında oturduğu vaxt Nurlan Qurbanov yaxınlaşıb ona və başqa qəsəbə sakinlərinə davada uşaqlara kömək etmədiklərinə görə narazılığını bildirib. Səhər Fəridin xəstəxanada öldüyünü eşidib. Şahid Namik Qurbanov bildirib ki, Güləhməd və əmisi oğlu Fəridlə marketin qarşısında dayanıblar. İkisi yaxınlaşıb, işçilərdən nə satdığını soruşanda onlardan biri su filtrlərinin satışı və quraşdırılması ilə məşğul olduqlarını deyib. Fərid onlara yüksək səslə danışıb, gülməməsini, bunun narahatçılığa səbəb olduğunu bildirib, imkan daxilində sakit olmalarını xahiş edib. Bu vaxt yolun əks tərəfindən Güləhməd də onlara yaxınlaşıb. Fəridin irad tutması şirkət işçilərinin xoşuna gəlməyib və onlardan biri aqressiv tonda necə sualını verəndə əmisi oğlu əlini onun çiyninə qoyub təkrar buranın yaşayış yeri olduğunu bildirib. Hündürboylu və sarışın oğlan bizə özümüzü necə aparmağı və danışığı öyrətmə deyib onu vurmaq istəyib. Bu an Güləhməd Fəridi əli ilə kənara çəkib yumruqla sinə nahiyəsindən zərbə indirib. Dərhal sonra dava başlayıb. Namik Qurbanov qeyd edib ki, həmin gün Güləhməd Əhmədovun belinin arxa sağ hissəsində bıçağa oxşar qara rəngli əşya görüb, lakin hadisə vaxtı o həmin alətdən istifadə etməyib. Qarışıqlıqda birdən Fəridin onu səslədiyini eşidib. Qohumunu dava başlayan yerdən artıq 40-50 metr aralıda yerdə oturmuş vəziyyətdə görüb. Fərid onu vurduqlarını deyib. Qaranlıq olduğuna görə harasından qan gəldiyini görməyib. Oyun salonundan səsküyə çıxmış qardaşı Anar Qurbanov əmisi oğlunu təcili öz avtomobili ilə xəstəxanaya aparmağı tapşırıb. Həmin gecə zərər çəkmiş xəstəxanada vəfat edib. Güləhməd Əhmədovdan hadisə vaxtı niyə qaçdığını soruşduqda o evdən bıçaq götürməyə getdiyini söyləyib. Şahid Güləhməd Əhmədov ifadəsində göstərib ki, saat 22 radələrində küçədə dayandıqları vaxt Namik Qurbanov qara rəngli Mercedes markalı avtomobilin yanındakı su filtrləri satan işçilərin hər birindən 1 manatdan yığmaqlarını təklif edib. Fəridlə Namik onlara yaxınlaşıb. Bir neçə dəqiqədən sonra gərginlik hiss edən Güləhməd söhbətə qatılıb. İşçilərdən biri onlara hörmətsizlik olunduğunu deyəndə o ağ köynəkli oğlana yumruq atıb. Dava vaxtı kimsə sifətindən, yerdən durmaq istəyəndə isə başından təpik vurub. Başı avtomobilin təkərinə dəydiyi üçün bir anlıq huşunu itirib. Ayağa qalxanda Fəridlə üzbəüz dayanan Fəxrinin sağ əlində qara rəngli əşyanı sağa sola yellətdiyini görüb. Qaçıb evdən bıçaq götürüb, davaya yenidən qoşulmaq istəsə də, xalasıgilə onu saxlayıb heyətə buraxmayıb. Cinayət işindəki protokollardan görünüb ki, Anar Qurbanov ona təqdim olunmuş foto şəkildə iştirak edən və əlində bıçaq olan Fəxri Şahbazını tanıyıb. Üzləşdirmə zamanı Anar Qurbanov Fəxri Şahbazının qarşısında ifadəsini təsdiq edərək bildirib ki, hadisə vaxtı qara köynəkdə olan oğlanın sağ əlində bağlı vəziyyətdə bıçaq görüb. Buna tam əmindir. Öz növbəsində təqsirləndirilən şəxs göstərib ki,
O əlində bıçaq yox, vint açan görüb. Təqsirləndirilən Güləhməd Əhmədov, Namiq Qurbanov, Nurlan Qurbanov və digərləri barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci xuliqanlıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və 228.4-cü qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə maddələri ilə cinayət işi başqa icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Abşeron rayon polis idarəsinə göndərilib. Məhkəmə prosesində Fəxri Şahbazlı elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadə verməkdən imtina edib. Bir daha vurğulayıb ki, hadisə vaxtı əlində bıçaq olmayıb. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını qeyd edib. Məhkəmə Fəxri Şahbazlının mərhumun atası ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb. Məhkəmə hesab edib ki, Fəxri Şahbazlının cinayət əməlini törətməsi, şahidlərin ifadələri və ekspertiza reyləri, həmçinin işin məhkəmə prosesində araşdırılmış digər halları ilə tam sübuta yetirilib. Onun törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə tövsif olunub. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməyib. 2019-cu il mayın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1991-ci il təvəllüdlü Fəxri Şahbazlı cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 2018-ci il iyunun 15-də Sabunçu rayonunun Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər yol patrul xidmətinin inspektoru Babək Qəmbərovu bıçaqlayıblar. Axtarışa başlamamışdan əvvəl mən sizə sual verirəm. Evdə hər hansı bir qanunsuz əşya varsa, könüllü sürətdə öz yerini göstərin. Narkotik maddəyə bənzəyir, o əlamətlərlə görə. Xəbərim var idi bundan. Qrup halında qəsdən adam öldürməyə cəhd və digər maddələrlə təqsirli bilinən Elkin İbrahimov və Elman Sadıqovun cinayət işi.